Əslində bu mənim mövzum deyil, amma yazığım gəlir bəzilərinə. Yaxşılardan uzaq yazığım gəlir. Bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə deyib. Video yayımlayan sənətçi son günlər sosial şəbəkədə müzakirə olunan mövzulara münasibət bildirib. Ad çəkməyən Qafarzadə sərt sözlər işlədib. Tərbiyəsizi, hansısa bir sosial şəbəkədə axşamacan hoqqa verənləri qəhrəman edib, bu xalqın gözünə soxanlar, utanın. Əgər biraz utanma hissiniz varsa. Zamanı var, belki de vermeyeceksiniz. Çünkü siz çoksunuz. Kim kime cevap verecek? Siz özünüze, siz çoksunuz. Yaxşılardan uzaq, yine deyirəm. 10-20% yaxşılardan uzaq. Gəlib şəhərin mərkəzində hansısa bir mambılı gəlib sizin arvadlarınızı orada oynadır. Uşaqlarınızı onun qabağında oynadırsınız. Özünü tanımayanlar gəlib sizi meymun kimi oynadır qabağında. Tüpürüm sizin bu cəmiyyətinizə, tərbiyənizə, əxlaqınıza, mənəviyyatınıza, yaxanıza tüpürüm. Üzünüzə tüpürüm. Tüpürək. Yaxşılar tüpürsün sizin üzünüzə. Hansısa bir sosial şəbəkədə axşamacan hoqqa verənləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın. Əgər bir utancıq hissiniz varsa, biz kimi müdafiə edirik? Kimi? Pozulmuş cəmiyyət. Utanıram sizdən, utanırıq sizdən. Düzdür, biz də belə sən deyən pak deyilik, hər bir insanın bir günahı var. Amma bizim günahlar hardasa bağışlanmalıdır. Sizinkini heç vaxt heç kim nə yerdə, nə göydə, nə o dünyada, nə bu dünyada bağışlanmalı deyil. Bilirsiniz, deyir, göstər mənə dostun kimdir, deyim sənə kimsən sən. Sizin də kim ki həmin o cəmiyyəti pozanları, bu tərbiyəsizliyi, mədəniyyətsizliyi, mənəviyyatsızlığı təbliğ eləyirsə, siz də olan dostusuz. Siz müdafiə edirsiniz, deməli siz də o fikirdəsiniz. Yazıq sizlərə. Dirikən ölmüşlər, dirikən nələtləşmişlər, dirikən cəhənnəmə düşmüşlər. Xəbəriniz var, siz ölmüsünüz. Sadəcə gəzirsiniz də boş-boş. Bəlkə də sizi Allah yaradıb ki, yer üzü boş qalmasın. Görək ki, siz də varsınız, amma siz çoxsunuz. Yenə dedim, biz də süddən çıxmış az ağ qaşıq deyilik, amma sizə baxanda biz peyğəmbəriymiş ki, 1-2% deyirəm də, mənim bir neçə faiz, olsun 20%, 25%, amma ondan artıq deyil. Bu sosial şəbəkələr sizin iç üzünüzü açdı. Nəyə qadir olduğunuz bəlli oldu. Sizdən adam olmayıb, olmayacaqdı. Ölü canlılar. Allah sizə rəhmət eləməsin. Sizə rəhmət də düşmür. Allahın yadından çıxmış bəndələr. Allahın səhvlərisiniz siz, səhvləri. Görürsən, mən əvvəl deyirdim Allahın səhvi olmur. Demə, onun da səhvi var imiş. Bax, sizin həmin o səhvsizlərsiniz.